Valla bu Koreyalılarla Meksikalılar nəsə hoqqa çıxardır içəridə 100%. Neyse başka yere gedək. Işıqlar qəşəngdir taxtadan. Heç vaxt görmədiyim şeyləri gördüm bugün. Bu nədir? 8 ayaqdır. Spider-Man 3-dəki. Xırdalan daxlansa. Hətənədən zaddan gətirmirlər də. Bunlarda elə şey yox. Dostlar, ümumi 67 dollar tutdu hesab. Bakıdan sadəcə 10.000 kilometr aralıda olan restorana gələ bilərsiniz. Bu təyamları dadmaq istəyirsiniz. Hamıya salam. 25 aprel 2026 və gedirik Koreya mətbəxi test eləməyə, sınamağa. Elnurun adını və dadını bilmədiyi şeyləri bugün könül sifariş verəcək. Hər şey sənliydi bugün. Universitet bölgəsindəyik. Restoranlar olan sırada. Möhtəşəm restoranlar olan sıra. Niyə pis tükü bəyənmir? Bomba kimidir. Oturacağıq, dadacağıq və deyəcəyik. Nədir, nədir? Yo, bu şeydir. Bura şeydir. Saturday and Sunday close. Gördüyünüz kimi könlün təşkil elədiyi restoran bundan artıq. Bura şeydir, könül Meksika restoranıdır. Mən buranı tanıyıram, Tosturitos. Valla bu Koreyalılarla Meksikalılar nəsə hoqqa çıxardır içəridə 100%. Neyse başqa yerə gedək. Birinci mən fikirləşmişdim ki, Hindistan restoranına gedərik. Nəsə curry chicken və sarımsaqlı çörək vardı. Onlarda şey garlic naan deyirlər. Sonra könül razı olmadı. Ona görə dedim ki, gedək. Daha doğrusu özü dedi ki, gedək ondan sonra türk restoranına. Mən də fikirləşdim ki, dönər, mönər, nəsə də olar. Yoxlayaq. Gəl bir dənə balaca bir şey yeyərik, dadlı olsa davam edərik. Yox, çıxarıq. Girək. Davay. Hər nəysə, buranı yoxlayaq. Gördüyünüz kimi Koreya mahnısı. Masa bu Korean fried chicken iyi xoşuma gəlmədi. Mən də nəfəs alamadım. Qəşəng iyiydi mənə görə, amma tündür, çox tünd iyi var. Bunlar içkilərdir. Kaş bu kimbabın yerine kebab olardı mı? Niye Koreya restoranında Hindistan'da işledik? Bir de de. Niye Koreya restoranında Hindistan'da işledik? Böyle bir şey var ki işləməsin. Bəlkə o daha çox gurmedir belə şeylərdə, dadlarda. Çox bəyəndiyimizə görə tərcih edirik restoranı. Götür çantalı getdik. Dur. Ajı sushi var burada, ajı. Görürsünüz. Şöyle göstərim. Yani bunların sushisi çok acı olur. 6 saat. Wow, açıqdır. Və daha qəşəngdir. Evet, deməli yeməkləri sifariş verdik, amma o biri masada yeməklər diqqətimi çəkdi. Şeydən xanımdan soruşdum ki, bəs oradakı yeməkdən olarmı və bu xəncələ oxşayan? O dedi ki, o personal yeməyidir, yəni menyuda yoxdur. Ona görə deməli sushi sifariş verdik. Yəni dədə baba qaydası ilə iced tea. Bir də bu supdan istəyirik. Supun adı udon. Yox, bu o deyil. Gözlə. Seafood ramendir. Belə deyək də balıq supu da onun kimi bir şeydir. Buna məncə də. Bunun adı nədir? Udon tempura. Onun adını dedim də. Təsadüfən. Onu istəyirəm mən. Və seafood ramen. Bu ikisi. Birinci sifarişimiz gəldi.
seafood bu. Yəni dəniz məhsulları bu. Bunun içində nə var? Bunun içində məndən başqa hər şey var belə görürəm ki. Görürsüz, göyərtisi, soğanı, nə bilim, noodle falan. Bu da tempuradır, sosudur, tempura sos. Görəcəyik, suşilər bitsin. Xanım dedi ki, yəni ofisiant, süfrəçi dedi ki, ehtiyatlı olun, həm istidir, həm də çox acıdır. Okeydir. Qaşığına qəşəkdir, tahtadan. Evdə anam eləsə yeyə bilməyəcəyim supu burada pul verib alırım. Görürsən də. I'm gonna Yes. give you guys some side dishes. It's Korean side dishes. Wow. Try them. This is cucumber kimchi, and this is bean sprouts. Okay. Wow, Try. thank you so much. Kərəm turşusudur bu. Ya. Kimchi. Heç vaxt görmədiyim şeyləri gördüm bu gün. Bu nədir? Mən hamısını görmüşəm bunların. Acı da. Bunun içində baxın nə var? Deməli o 8 ayaqdır. Spider-Man 3-dəki, 2-dəki. Asminov deyirlər ruslar. Bu şey də bu. Nədir bu? Klan. Bunun içindəki deyil. Bunun içindəki. Hə. Mirvari çıxan. Meduza nə? Nəysə də. Uyda çok tatlı da. Tatlı da ama. Hə. Bir dəfə. O kadar da yok. İstedi. Çaydan iç. Gözüm də burada bir şey sataşıbdı. Yəni varsa götürəcəm də, onu deyim. Bu sup deyil də bunun. İndi bunun dadına baxacağıq. Acı idi. Yəni amma ləzzət eləyir də konkret. Necə tökəcəyik bunu? Burası yıkamayayım. Hə, mənə bəsdir. Kameranı söndürüb başlayıram hamısını yeməyə. Aha. Başka yolu yok. Suyundan qoy, sonra da üzvə qoy. Təşəkkür. Şuna bir tane soruşum. Birinci bir tane soruşum benim için. Ha. Onun içinde etle bağlı nəsə yoxsa. Hə, Et tamam, şeylər. qoysan. Koreya yeməyidir, yoxsa Yapon yeməyidir? Koreya. Koreya yeməkləridir. Ama Süper. aslında Asiyaların hamısının bu yemeklerin birbirine benzerdi. Evdə dolma kimi də erməndə də var, türkdə də var, bizdə də var. Kaşıklarını yok şöyle. Mesela bu içeri girəndə hani alayım. Bunun dadı çox qəşəngdir. Düzdür, acısı o birisi kimi deyil, yaxşıdır yəni. Mənə qınayır, deyir ki, necə bu günə kimi tempura yeməmisən. Bu dəniz məhsulu. Bu dəniz məhsuluna oxşamır ha könül. O birisi dəniz məhsuludur. Özdən dəyişdi. Onun için de tempura dediler. Bu nəyəsə dırnağına oxşuyur elə, ayağıdır nədir? Özüdür yoxsa? Özüdür. Tempura sosumuzu götürürük. Bu bilmirəm nədir, amma yeyirəm çünki hamısı dadlıdır burada. Bu kələm dolmasına oxşuyur. Kələm dolması nədir? Borşa oxşuyur içindəki kələmlərinə görə. Borş dadı verir Biraz, bəzən. hə. Evet. Üstü kukuruz, içi krevetka. Ya bilmirəm nədir krevetkadır, nədir. Uzun jumbo karideslər var ya, onlardan da deyəsən. Könül bəs suda, könül nə qədər yedin? Ayda. Bunun da dadı qəşəngdir.
Amma sən yemə. Qoy qalsın. Al, al, al. Sen yüzünde dur. Tatlı da. Kruzlu jumbo karides yeyirik. Adını da qoyublar tempura. Temalar. Necə təmizləyirlər ki? Əlimlə eləyim də. Başını çıkarırsan, sonra da qabaqlarını çıkarırsın. Bu yeyilir bu ayaqları. Ayaqları çıxarılır düzdür. Çıkarılır. İçindeki etli. Sen qabığını soysan o özü. Birinci qabığını soy, çalış yukarı. Hadi. Kaşını çıkartın. Neyse. Yo, kaşık zaten tutmuyor. Olma çünkü. Kardeş gelmeyin bu restorana. Oturacaksın aynı. Bu sənin. Deməli yeməyimizi yedik. Bu Yapon pivəsindən dedim bir dənəsini sifariş verək, içək. Arxamdakı qardaş soruşur ki, nədir? Yaşımızı bilmək olar. Şimdi ID kartımıza baxdılar. Thank you so much. Yeah. ID kartımıza baxdılar ki, yaşımız 18-dən yuxarı, 19 olmalıdır hətta, 19-dan yuxarı olmalıdır içmək üçün. Heç nə, belə bir şey. Xırdalanın dadı gəlir. Şuradan. Tatlı da. Xırdalan dadlansa. Hədənədən zaddan gətirmirlər də, bunlarda elə şey yox. Krevetka supu içmişik daha, nə istəsən? Göstərəcəm sizə. ChatGPT-dən soruşdum ki, Yaponiyanın bir nömrəli pivəsi nədir? Ya, bu şey vermir. Yaponiya değil. Ha, Yaponiya. Ben görüm. O şimdi yazılıb ki, Asahi. Mən nə içirəm? Mən də Asahi içirəm. Yəni, bu oğlan ara getsə bir nömrədir. İçdiyi şeylərdə bir nömrə olmalıdır da. Birazdan qalxacağıq. Sifarişlərin, daha doğrusu hesabı istəyəcəm və paylaşacağım sizlə də nə qədər hesab ödədik. Dostlar, ümumi 67 dollar tutdu hesab. 871 taks gəldi üstünə. Mən də 10 dollar tips bıraktım. Oldu 85 dollar. Yani bir dənə pivəyə baxın, pivə 10 dollar. Bir dənə pivə bahadır. Qalanları hamısı yerindədir. O da pivə şeydir, xaricdən ithal olunduğuna görə, Yapon markası olduğuna görə yəqin elə bahadır. Qalan hamısı əla. Super, super, super. Əgər yolunuz bu tərəfdən düşsə, yenə Bakıdan sadəcə 10.000 kilometr aralıda olan restorana gələ bilərsiniz. Bu təyamları dadmaq istəyirsiniz. Belə dostlar, bugünkü video bax belə. 28 il dadmadığımız təyamları bugün daddıq. Və bizə belə şirin quş da verdilər. Videomu bəyəndinizsə, bəyənmədinizsə də belə bəyən butonuna basın, like eləyin və şərhlərdə yazın. Növbəti hansı təyamları dadmağımızı istəyirsiniz. Söhbət o çox qəribə görsən. Hələlik. Bye bye.